Əziz tamaşaçılarımız, xoş gördük sizin hər birinizi, mənim əzizlərim. Axşamınız xeyirli olsun. İnanıram ki, hər birinizin əhval-ruhiyyəniz xoşdur. Çünki bugün hava özü də, Jalə xanım, bir sevgi vardı havada. Neçə gündür bu soyuqlardan sonra nəhayət ki, yazın ətri, yazın havası bilindiyi, özünü göstərməyə başladı. Bilmirəm, təkcə mən mi bunu hiss etdim, yoxsa əziz tamaşaçılarımız siz də hiss etdiniz. İndi qonaqlarımızdan soruşaq görək, onlar da bugün elə MTV Azərbaycana gələ-gələ bu yazın nəfəsini hiss ediblər, yoxsa yox. Qonaqlarımızı gəlin, salamlayaq. Cəmavər xanım buradadır, bizim dəyərlimiz, yazıcı, publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Qızıl Qələm mükafatçısı, Həsən bəy Zərdabi laureatı, xoş gəlmişsiniz. Mikrofon götürün zəhmət olmasa. Xoş gördük, axşamınız xeyir. Axşamınız xeyir Gülər xanım. Çox sağ olun. Çox adam mənə gülər deyil, xoşuma gəlir. Qarşıdan gələn bayramımızı təbrik edirəm. Bütün Azərbaycan qadınlarının bayramını təbrik edirəm. Can sağlığı, uzun ömür, müvəffəqiyyətlər arzu edirəm. Təşəkkür, təşəkkür. Jalə xanım, əhval-ruhiyyə necədir? Jalə xanım bizim köhnə dostlarımızdandır, əziz tamaşaçılarımız. Jalə xanım mənim həmkarımdır, jurnalistdir, Zəfər Yolu saytının rəhbəridir. Necəsiz? Çox sağ olun, həmişə yaxşı olağın. Mən buradan bütün Azərbaycan xanımlarının sabahki bayramını təbrik edirəm. Və doğrudan da elə bir ki, sanki Allah Taala da sabah qadınlar üçün bir hədiyyə göndərib bu, necə deyim, havanı deyək də belə. Çox gözəl bir havadır. Adamın doğrudan heç evdə oturmağın gəlmir. Ürəyi açılır. Ürəyi açılır doğrudan da. Dostlardan elə baş-başa olasan, dostların ətrafında olasan, bax belə bir havadır. Gözəl. Həmişə əhval-ruhiyyəniz xoş olsun mənim əzizlərim. Harasa getmək istəsəniz, buyurun, gəlin. Qapımız, bacamız üzünüzə açıqdır. Birbaşa canlı efirimizə qonaq gələ bilərsiniz. Sabahki gün münasibəti ilə də gələ bilərsiniz qonaq. Sabah doğrudan da gözəl bir gündür. Qadınların, anaların, xanımların bayramıdır. Xanım varsa, ana varsa, qadın varsa, həyat var mənim əzizlərim. Allah bütün Azərbaycan xanımlarına can sağlığı qismət etsin. Sizi sevirik, dəyərli xanımlarımız. Siz bizim üçün çox əzizsiz. Xüsusi olaraq televiziyada inandırım sizi ki, hazırlanan proqramların bəlkə də 70-80%-i siz xanımlar üçün hazırlanır. Siz xanımlara həsr olunur. Baxın televiziya tarixinə nə qədər proqramlar araya ərsəyə gəlib. Bu proqramların böyük əksəriyyəti xanımlarla bağlı olub. Kişilərlə bağlı olan proqramlar çox az olur. İndi kişilər qısqanmasınlar. Xanım gözəllikdir. Xanım həyatdır, hə? Xanım xoşbəxtlikdir, Cəvabər xanım. Bilirsiniz Nuranə xanım necədir? Bax, evdə lap 3 dənə bir kişi olsun, məsələn, ata 2 dənə oğlu evdə olsun, evə bir qonaq gəlsin, görürsünüz, əgər ana evdə yoxdursa, o evdə elə bir ki, qonağı da belə təntəraqlı qarşılama yoxdur. Amma heç yəni ata işdə olsun, nə bilim, evin oğlanları işdə olsun, əgər qadın evdədirsə, gələn qonağı görsün necə şən qarşılanır və qonaq da rahat özünü hiss eləyir. Ona görə də həqiqətən də hər bir, necə deyim, işin kökündə qadın varsa mükəmməllik var. Qadın var, bəli, əziz tamaşaçılarımız, diqqətinizə çatdırım ki, elə bizim Azərbaycanın qardaş kanallarında da, bizim də kanalımızda kişilərdən çox, daha çox qadınlar çalışırlar. Qadınlar, aha, operatorlar üçü də mənə baxırlar. Amma diqqətinizə çatdırım ki, bizim hətta operatorlarımızın arasında belə xanımlarımız var, gənc qızlarımız var. Artıq onlar öyrənirlər, bu sənətin də sirlərinə yiyələnirlər. Bəli, bizim efir otağında, belə deyim, kişilərdən çox qadınlar var. Xanımlarımızın adlarını deyim, biri Zemfiradır və Ceyran xanımdır. Hər ikisi bax bu sənətin sirlərini öyrənir. Əziz xanımlarımız, sizi sevirik, mənim əzizlərim. Yaxşı ki varsınız, yaxşı ki bizim analarımız var, yaxşı ki bizim xanımlarımız var. Və xanımlardan danışmışkən bizim bir dəyərli xanımımızın, Xuraman xanımın, bizim dəyərli dostumuzun, bizim belə deyim, xeyriyyətçi xanımın, bizim şairə xanımın bu yaxınlarda bir kitabının qardaş Özbəkistanda çox gözəl bir təqdimat mərasimi keçirilib. Türk dünyası Onur və Altun Yıldız medalının sahibidir, iş adamıdır Xuraman xanım. Və Xuraman xanımın bu kitabının adı belədir mənim əzizlərim. Vətən eşqi, Turan sevgisi. Nə gözəl adı var kitabın. Özbəkistanda Daşkənd Dövlət Milli Kitabxanasında və Nizami Gəncəvi adına Dövlət Pedaqoji Universitetində 2 gün ardıcıl, möhtəşəm, bax bu kitabların təqdimat mərasimləri keçirilib. Səmimi qəlbdən təbrik edirik. Bu təkcə Xuraman xanımın uğuru, Xuraman xanımın sevinci deyildi ki, bu bütün bizim hər birimizin, bütün Azərbaycanlıların və ən əsas da Turan sevdalıların, kitab eşqi ilə alışıb yanan insanların
sevinci idi. Gəlin qısa bir sujetimiz var. Özbekistandan olan bu sujetimizi sizinlə bərabər izləyək. Azərbaycan və Türkiyə Yazarlar Birliyinin üzvü, Özbəkistan Yazıçılar İttifaqının fəxri üzvü, Əlişir Nəvai adına Daşkənd Dövlət Universitetinin fəxri professoru, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru, Türk Dünyası Onur və Altın Yıldız medalı sahibi, iş insanı Xuraman Muradovanın Vətən eşqi, Turan sevgisi kitabının Özbəkistanda Daşkənd Dövlət Milli Kitabxanasında və Nizami Gəncəvi adına Dövlət Universitetində təqdimat mərasimi keçirilib. Təqdimat mərasimlərində Özbəkistan Yazıçılar Birliyinin, Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin, Azərbaycanın Özbəkistandakı səfirliyinin əməkdaşları, qardaş ölkənin çoxlu sayda ziyalıları iştirak edib. Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev, Akif Marifli, Özbəkistan Yazıçılar İttifaqının sədr müavini Qeyrət Məcid, Özbəkistan Milli Məclisinin deputatı Jamila Şermuxəmmədova, Nizami adına Dövlət Pedaqoji Universitetinin prorektoru Vahabcan Rəcəbov, Əlişir Nəvai adına Özbəkistan Dövlət Universitetinin professoru Nurbay Cabbarov, Özbəkistan Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov, Özbəkistan Milli Kitabxanasının direktoru Ümidə Teşəbayeva, kitabın tərcüməçisi Özbəkistanın tanınmış şairi Kərim Bəhriyev, Özbəkistan Tarixi Dövlət Televiziyasının rəhbəri Şuhrat Hayitov, Özbəkistan Dövlət Universitetinin Füzuli Mərkəzinin direktoru Professor Gülbahar xanım Aşurova, Özbəkistanın tanınmış şairəsi Fəraqət Xudaquliyeva çıxış edərək müəllifə yaradıcılıq uğurları arzulayıblar. Qırğız Respublikası Xuraman xanım, ürəkdən təbrik edirik sizi, bir daha təbrik edirik. Həqiqətən kitab sevərlər üçün bu bir bayramdır, düzdürmü Cəvahər xanım? Bir Azərbaycanlı xanımın Özbəkistanda kitabının təqdimatı doğrudan da kitab sevərlər üçün bir hadisədir. Buyurun, zəhmət olmasa mikrofonla. Üçün də çox fəxirli bir yəni işdir ki, bugün bizim Azərbaycan xalq qadınları başqa respublikalarda da özlərini tanıta bilirlər. Ümumiyyətlə, qadın elə bir məxluqdur ki, o olmasa məncə həyat olmaz. Bizim qadınlarımız bütün sənətlərdə iştirak edirlər. Yəni ki, baxmayaraq ki, kişi sənətləridir, amma yenə onlar cəhd edirlər ki, onlarda da yəni həmin yerdə də işləsinlər. Mən deyərdim ki, bütün anaların canı sağ olsun. Əgər bir adam yəni varsa, o da qadındır ki, təmənnasız balasını sevir. Bugün biz bütün anaları alqışlayaq. Düzdür, mənim anam həyatda yoxdur. Məkanı cənnət. O anasızlığı mən hiss edirəm, düzdür, yaşımız da var. Amma hansı dövrdə olursa olsun, insan ananı axtarır. Bəli. Bilmirəm, ana qəlbə yaxındırmı? Atanı da sevirsən, amma Ananın yeri ana başqadır. daha yaxındır da. Ona görə bütün analara, bacılara, qadınlara, bütün xanımlara mən can sağlığı arzulayıram əsas. Və qadın kimi xoşbəxt olmağı arzulayırıq, düzdürmü? Bəli, fürsətdən istifadə edib elə Xuraman xanımı mən də təbrik edirəm. Doğrudan da istər Azərbaycanın xanımı olsun, istər Azərbaycanın bəyi olsun, onların hər birinin uğuru bizim uğurumuzdur. Çünki Azərbaycanın adına gələn bir uğurdur. Biz qadınlar bilirsiniz, hansı bir sahədə olur olsun, hansısa bir kollektivdə 10 dənə kişi, artıq orada bir dənə xanım varsa, görürsünüz necə başqa bir abu hava yaranır. İstər istəməz qadın elə bir Allah Taala'nın yaratdığı gözəllikdir ki, o mən elə gəlir ki, harda ki o qadın əskikliyi varsa, orada böyük bir bədbəxtçilik var. Mənim üçün bu belə gəlir. Ona görə də mən buradan üzümü tutub əziz, hörmətli bəylərimizə söyləmək istəyirəm ki, bax bizim bəzən görürük da, necə deyim,
başsız qalan xanımlarımız var. Necə deyim, pis vəziyyətdə, onlar bizi yolda, nə bilim başqa haralarda rast gəlirik. Çox ürək ağrıdıcıdır. Yəni etməyin belə. Qadınlar biz Qadınların könlünə dəyməsinlər, hə? Könlünə dəyməyin. Ümumiyyətlə başa həmişə çalışın ucaldın. Nə qədər ucaldarsınızsa, Allah da sizi bir o qədər ucaldar. Qadını ucaldan, qadına hörmət edən, qadının hörmətini saxlayan, qadını başının tacı edən kişi həm ailəsinin qarşısında, həm cəmiyyətin qarşısında, həm də uca Allahın qarşısında hər zaman öz mükafatını alır. Və diqqətinizə çatdırım ki, Xuraman xanımın kitabının bu möhtəşəm təqdimatında Özbəkistanın, belə deyim, rəsmiləri iştirak ediblər. Bu bizi çox sevindirdi. Özbəkistanın yazarları, şairləri, yazıçıları iştirak ediblər. Universitet tələbələri iştirak ediblər. Gəlin o çıxışlardan da bir neçəsini izləyək birlikdə. Hər kəsə çox təşəkkürlərimi bildirirəm. Çox sağ olun, əziz insanlarsınız, doğma insanlarsınız. Mənə bugün Qırğızıstanın Çingiz Aytmatov medalı verildi. Bunun üçün də təşəkkür eləyirəm. Yenə qardaş, dost Qırğız xalqlarına dəyərləndikləri üçün inşallah Allah qoysa yəqin ki bir gün orada da gedərik, orada da çıxışlarımız olar. Çox sağ olun, çox var olun. Hörmətli Hüseyin müəllim, hörmətli mənim əziz Özbək bacı qardaşlarım. Çox sağ olun, çox var olun. Mən nə deyə bilərəm, gerçəkdən ürəyim qürur hissi ilə doldu. Allah xalqımızı, millətimizi, birliyimizi, diriliyimizi əbədi eləsin. Allah hər zaman bayraqlarımızı ucada eləsin. Yerin göyün sahibi olan Allah bir daha düşmənlərimizə fürsət verməsin. Yaşasın azadlığımız, yaşasın özgürlüyümüz. Yaşasın Azərbaycan, yaşasın Özbəkistan qardaşlığı, dostluğu. Var olsun bizim bütün Türk dünyamız. Amin inşallah, amin. Assalamu aleykum. Bu vəziyyət mənə bir şey xatırladı. Elə bil ki, bu bizim neçə qardaş, Azərbaycandır, Özbəkistandır, digər Türkiyədir, digər Türk dilli millətlərdir. Bunlar ki, 7 qardaş, 8 qardaş var. Başqa yerlərdə yaşayırlar, başqa zaman içində yaşayırlar, böyük təsirlər qıraqdan vardı. İndi bunlar birləşiblər hamısı. Birləşiblər və bu sevinçlə dolu bir hadisədir. Burada olub bitən bir tarixdir. Tarixin bir hissəsidir, bir nöqtəsidir. Xuraman xanım gəlib öz vətəninə, Özbəkistan Türklərin ortaya çıxdığı bir dövlətli bir məkandır. Onun üçün bu Türkiyəsi, o bir millətlər, Türk dilli millətlər hamısı bir-birini özünə vətən sayır. İndi gəlib burada bizim o birləşdiyimiz anda, bu birləşdirməni bir-birimizə anlatmaq, bizim birimizə 100 illərdir, 1000 illərdir bağlı olduğumuzu anlatan bir momentdir, bir vaxtdır. Onun özü də böyük bir tarixi baxımdan böyük bir şey vəzifədir. Bir-birimizə yaxınlaşdırmaq, bir-birimizi anlamaq böyük bir şeydir. Bu çox sevindirici bir hadisədir. Bunu hamımız yadımızda saxlayacaq. Mən size hamınızı bağrıma basıram və sizi ürəkdən qəlbdən sevdiyimi bir də təsdiq etmək istəyirəm. Böyle bu kadar cemaat toplayıp deyə bilərəm ki, bir sözlə bu bizim rəhbərlərimizdən iki xalqın birbirine daha yakın olmasında böyük bir addım, Çox məmnunum. Sağ olsunuz. Xuraman xanımga o'z təşəkkürümü bildirmoqchiman. Rahmat. Shukurdik. Doim bunday taqdirlarda birgalikda bo'lishimizni gururlandım ki Azerbaycan kızı yok, geçirəsiz. Bizi hem kızımızsınız. Turan bitmişti bunu. Turan birliği, Turan edebiyatı, Turan sanatı, Turan dürüstlüğü, Turan cemiyeti. Bir de bizim humanizmimizin davamcısı aynen kızımız namını veren, kitaptır namını veren. Şunun için ben dostlarımız bugün birleşeylik, Turan yaşasın, Azerbaycan, Özbekistan dörtlüğü. Ben sizi severim, çok severim. Xuraman Muradova
ne fakat Azerbaycan, bana bir yerde biz ispatıga ega bulduk bütün Türkiye dünya devletlerinin demek ki katta mehriga qozongan inson hisoblayman men. Roman Murodova haqiqatda Ozarbayjonni emas, bütün Türkiye dünyanın qahramoni deb aytsam xato bo'lmagan bo'ladi. Ijod qo'shilsin. İşlerizga omad bo'lsin. Doim demak mana shunday she'riyatlarni yangilarini yaratishga Alloh o'zi quvvat bersin, madad bersin. Bu hali adabiyot ilmda o'rganiladi. Hali juda ko'p taqdimotlar bo'ladi. Bu ramziylik bor. Unda Xuromon Murodov baraka ramzi, poklik ramzi. Murodovaning she'rlarini o'qiganda bevosita bu she'rlarning Muhammad Hodi she'rlari bilan, Fitrat Cho'lpon she'riyati bilan Teşekkür, hoş gördük sizi, Bu hoş gözəl gördük. gündə bu gözəl xanımları yığmısınız. Mən də Miriyin gətirdim ki, sizi təbrik eləsin. Bir dənə bəyimiz olsun, hə? Bəli, bəli. Mən də salamlayıram. Hoş gəlmisiniz. Təbrik edirəm qarşıdan gələn 8 mart münasibəti ilə xanımlarımızı. Çox sağ olun dəvətiniz üçün, təşəkkür edirəm. Özü bir dənə bəy mən olsam da indi yenə çox sağ olun ki. Hamınıza can sağlığı, bayramımız mübarək olsun. Narahat olmayın, qorxmayın. 3-4 nəfər də operator var burada. Buyurun, əyləşin əzizlərim. Mənə dəstək olun orada. Aha, dəstək olun. Gülnaz xanım, xoş gəlmişsiniz. Mənim əzizim Gülnaz xanım bugün qonağımızdır. Ev tikinti şirkətinin rəhbəri, xeyriyyəçi xanım, bizim dəyərli ziyalımız. Xoş gördük, necəsiz?
Yaxşıyam, əhval-ruhiyyəm, bayram əhval-ruhiyyəsidir. Bizim də bu sənətkarlar daha da bizi əhval-ruhiyyəmizi qaldırdı. Təşəkkür edirəm. Ümumiyyətlə bizim xanımlara, bizim xalqın xanımlarına ancaq deyib gülmək yaraşır, şənlik yaraşır. Mən də yeri gəlmişkən öz adımla Azərbaycan, dünya Azərbaycan qadınlarını təbrik edirəm. 8 Mart Beynəlxalq Qadınlar. Ümumiyyətlə 1-8 Martda yox. Qoy bizim xanımlar həmişə xoşbəxt görünsünlər. Bəli. Həmişə bizim xanımların üzündə təbəssüm olsun. Evladları tərəfindən. Bilirsiniz Nurani xanım, mən qürbətdə yaşamışam, Bəli, bilirsiniz. uzun illər, bəli. Uzun illər. İnanın, dünyanın hər bir tərəfini gəzəndə mən doğrudan da başlamışam, özüm üçün fərz eləmişəm ki, bizim Azərbaycan qadınlarla dünyada yoxdur. Süfrə qabiliyyətimizdən, pişirdiyimiz xörəklərdən, qonaq qarşılamaqdan. Azərbaycan xanımlarına mən bu sözdən qorxmuram. Hətta sözümün duelinə belə çıxaram. Azərbaycan xanımlar kimi əzimkar, işgüzar, təmizkar, süfrə qabiliyyəti olan xanımlar dünyada yoxdur. Kişini çox istəyən. Kişini çox istəyən. Evlada qarşı qayğı keçir. Kişini baş tacı edən. Bəli, əziz xanımlarımız, dəyərli analarımız və mən bir nüansı diqqətinizə çatdırmaq istəyirəm və o valideynlərin nəzərinə yetirmək istəyirəm. Əgər övladınızda autizmlə bağlı bir problem varsa, əziz analar, vaxt itirmədən müraciət etmək lazımdır və mən sizə tövsiyə edirəm. Dünyaca məşhur olan Ber David Mərkəzinin Bakıda açılan filialı, Uşaq İnkişaf Mərkəzi, mərkəzin təsisçiləri, bu məşhur insanlar, bu məşhur mütəxəssislər, David Eyxel və Yosifa Eyxel, hər ikisi Azərbaycandadır, bu mərkəzdədirlər və hər daim sizin övladlarınızın müayinəsini və müalicəsini etməyə hazırdılar. Əziz analar, vaxtı itirməyin. Hər bir mütəxəssis söyləyir ki, bu xəstəliklərin müalicəsi üçün ilk növbədə tez müraciət etmək lazımdır. Vaxtı itirdikdə müalicənin vaxtı da uzanır. Daha yaxşı effekt ala bilmirlər, nə qədər əziyyət çəksələr belə. Ona görə mənim sizə tövsiyəm budur ki, bax elə bu dəqiqə səsləndirəcəyim telefon nömrəsi ilə əlaqə saxlayın. 055 627 37 70 Uşaq İnkişaf Mərkəzinə müraciət etdiyiniz təqdirdə bizim proqramımızın çıxış yolunu şəxsən mənim Nurani Gülərin adını deyin. Sizə həm müayinələrdə, həm də müalicələrdə xüsusi endirimlər olacaq. Allah bütün balalara şəfa versin. Allah heç bir ananın övladını xəstəliklə imtahan etməsin. Bir evdə ki, bir uşaq xəstədir, o evin belə deyim, çərxi çevrilir. Ona görə yalnız sağlamlıq, yalnız şəfa. Nurani xanım, sizin bu çıxış yolu ekspertin olanda mən həmən bu həkimlər yoldaşı ilə də ailəvi olar deyəsəm qəbul edirlər. Mən bir neçə adamı onların yanına göndərmişəm. İnanın, reklam xarakteri deyil bu şey. Yəni, mənim ixtiyarımda deyil bu reklam eləmək. Amma doğrudan da çox xeyrini görənlər var. Bəli. Mən doğrudan da hamıya, bizdə autizm xəstəsi olan uşaqlarımız çoxdur. Bəli, bütün dünya ölkələrində var, Azərbaycanda da var. Doğrudan da bu həkimlər çox güclü həkimlərdir. Bəli, bu sahənin mütəxəssisləridirlər. Və dəyərli bizim xanımlarımız, deyin görün bu xanım üçün əsl xoşbəxtlik nə deməkdir? Əslində bu sualı hər zaman səsləndirirlər və bəlkə də tamaşaçılarımız deyəcəklər ki, bu artıq dəfələrlə işlənmiş və çeynənmiş sualdır. Amma yox, əziz tamaşaçılarımız, qadınlar məhz bütün həyatları boyu xoşbəxt olmaq üçün çalışır, vuruşur, işləyir, cəfa çəkir. Nə üçün? Nədən ötürü? O zirvəyə gedib çatmaq üçün. Biri xoşbəxtliyi ailədə görür, biri xoşbəxtliyi sevgidə görür, biri xoşbəxtliyi karyerada görür, sənətdə görür. Hərənin bir amacı var. O amaca gedən yol xoşbəxtlikdən keçən yoldur. Siz də görürsünüz. Bilirsiniz Nurani xanım necə deyim? Nə boyda işlər qur, lap belə nazir ol. Sən sonuçda qapıdan axşam gəlib mütləq evinə girməlisən də. O evdə ki, sənin sevdiyin, səni sevən, sənin gözlədiyin və səni gözləyən yoxdursa, orada xoşbəxtlik yoxdur. Və bəzən deyirlər ki... Onda bütün xoşbəxtlik yəni kişidən keçir, hə? Kişidən və ikisi bir-birini tamamlamalıdır. Nəyə görə deyim? Düz deyib, məsələn, bizim övladlar bizim başımızın tacıdır heç. Amma biz övladdan qabaq, bizim həyatımızda o övladların atası olur axı. Və o bizi yarımçıq qoyub sabahları, nə bilim, gedib öz həyatını başqa cür quranda, o bizim xoşbəxtliyimizi yarılayır, kölgə salır. Yəni qadın xoşbəxt ola bilmir. Vallahi, billahi ki, bəzi çox qadın deyirik, məsələn, filan kəs yanında
öz həyat yoldaşı var, mən ona xainlik eləmirəm, yalan sözdür. Bunu hansı qadın yalandır. Xainlik yerinizə necə lazımdır? Hər bir qadın, qıraqdan hansısa qadını, o demirəm, ona pis mənada xainlik. Amma görəndə ki, məsələn, mən görüm ki, mənim qonşum qadın, yoldaşı onu qoluna salıb, gülə-gülə, sevə-sevə, əziz-əziz aparırsa, mən də qadın olaraq baxıram ki, o qadından gözəlliyim, hər bir şeyim qat-qat üstündür, amma bu məndə yoxdur. Niyə pis olmuram? Oluram. Buna görə deyirəm ki, bir də ki, buradan onu da vurğulayım, onu da bu günləri mən qadınlarımıza bir mesaj olaraq çatdırıram ki, vallahi sabah 8 martdır, bir çox evlər var ki, orada sabah elə qalmaqallar olur, söz-söhbətlər olur, küsülülüklər olur. Amma əziz qadınlar, bunu etməyin. Sizin yoldaşınız ola bilər ki, maddiyyatı ona çatmır, sizin üçün nəsə alıb gətirə bilmir. Bir gün sizə lapı qızılı alsın, sabah sizə başqa cür davransın, onu neyinirsiniz ki? Elə gülər üzdən gəlsin evə, bax, sevgi dolu gəlsin. Təkcə gülər üz yetərlidir. Mənim üçün şəxsən var ha, o brilyantdan, qızıldan önəmli ilə o gülər üzdür, sevgidir. Söhbət brilyantdan getmir ki, yəni deyirsən bu kişinin adı... Sözdə həqiqət var. Vallahi. Çox həqiqət var. Nə olsun da ki, ola bilər ki, imkanı çatmaz da bir dənə bir şey nəsə. Yüngül bir şey ala bilər, amma ola bilər xanım onunla razılaşmaz, amma yenə də gülər üzlə. Əgər imkanın çatdırar. Ola bilər də. İstəsə. Necə çiçək alıb gətirə bilmədi. 365 günün bir günüdür. Gücü çatmadı bəyəm. Xanım, elədir ki, bir dəqiqə yox, çiçək alacaq onsa zaten o kişi bir dənə güldə varsa alıb gəlir. Yox, amma elə qadın var, o çiçəyi saymır. Elə qadın var ki, çiçəkləri bəyəm ucuzdur ki. Valla mən 2 elti tanıyıram, 2 eltidirlər ha. Bir eltiyə uca hədiyyələr gəlibdi, o bir elti fikirləşdirir ki, mən necə dava salım, çıxım gelim. O yaxşı bir şey deyil. Mən deyərdim ki, kişini həmişə əziz tutmaq gözəl şeydir, amma yaxşı kişini. Hansısa sözlərinə razıyam, hansısa yox. Mən üzr istəyirəm, çox 33 il ailə ömrü sürmüşəm. Mən rəhmətli yoldaşım həmişə deyərdi ki, gücün çatmırsa xoş sözlə, bir güllə. Əgər inanın o qadının yoldaşını sevirsə, bircə bax bir dənə qızıl güllə də xoşbəxt saya bilər özün. İnanın mənə Nuranə xanım. Çünki ən azından qadın ailə büdcəsinin nə yerdə olduğunu anlayır. Belə deyək də. Bilir ki, yəni bunun yoldaşının bu günləri o hədiyyəni almağa gücü yoxdur. Onu məcburən o mən üçün sən hədiyyə al, gətir, bu məndə də olsun, eltimdə var, mənim də olsun. Ola bilməz. Belə şey, müdrik xanım, belə qadın belə düşünməməlidir. Gəlin səmimi olaq. Vallahi billahi məncə səmimi deyilsiniz, səmimi danışmırsınız. Mən diqqəti hər şeydən yüksək tuturam, səmimiyəm. Amma hər bir qadın istər ki, onun da ailəsi güclü olub, pul tərəfindən, baxımından gətirsin, ona bir dəyərli hədiyyə versin. Amma bu olmayan sayda usta işləyən, fəhlə işləyən adamın gücü necə çatsın, ona qızıl bir şey alsın. Hər bir qadın gözəl, dəyərli brilyantları istəyir, duxunu, ətri, hər şey istəyir. İstəyirmi? Bütün qadınlar, hamı Amma istəyir. sənin ailə quranda bilirsən axı ki, bu insanın büdcəsi nədir? Büdcəyə görə kişini alçatmaq ən qadının axırıncı xasiyyətidir. Necə deyim? Sən bilə-bilə ki, onun imkanı var. Amma almır, almayan kişilər də var. Əsas məsələ. Yəni deyir, mən ailəyəm, elə mən onun üçün hər bir şeyəm də. Bugün niyə Günah kimdədir? Heç nə, hə? Günah kimdədir? Qadındadır məncə günah, hə? Hə. Yox, mən deməzdim qadındadır. Elə kişi var ki, onun bünövrəsində, ailədə belə görməyib ki, bir balaca bir hədiyyənə qadını xoşbəxt eləmək olar. Yəni bilirsiniz, belə deyək də, bugün siz dediniz, səmimi olaq. Ola da bilər ki, elə ailə var ki, hətta nişanlanan gülün belə xatırlamır. Problemlərdən, ola bilər də indi insandır, yadından çıxır. Qadın incir, küsür. Bu düzgün olan bir şey deyil. Amma qadın da tanıyıram, bağışlayın sözünüzü kəsirəm. Bir xanım tanıyıram ki, hər şeyi var. Hədiyyələr də üst-üstə gəlir. Hər bir şey gəlir, deyir, bircə kişi ölsəydi canım qutarardı. Çox qəribədir. Çox qəribədir. Yəni, hər cürə xanımlar xarakterdə 20 ildir yoldaşımı itirmişəm, yəni dünyasını dəyişib. Mənim yoldaşım elə gülər üzünə çıxıb, mən heç vaxtı ondan nə ummamışam, nə o da deyib ki, yəni ummamışam. Ona görə ki, elə o evdə o qədər mehriban bir insan idi ki, onun hörməti elə mənim üçün bəs idi. Evdə, yəni üzr istəyirəm, döyülməmişəm, söyülməmişəm, artıq söz eşitməmişəm. Hədiyyə də almamısınız.
Hədiyyə də istəməmişəm ondan. Yox, istəməmək. Heç Yox, vaxt gətirməyə. istəməmişəm. Bax dedim ha, Həmişə də günah demişəm kimdədir? ki, Günah sən qadındadır. gülər üzün bəsdir mənə. O da müəllim idi. Siz demisiniz. Bilirsiniz, özü bu xanım özü Cəmaət xanım pul qazanan olur. Pul qazanan olan xanım bu. Bir dəqiqədə Canlı siz ailədə istəməsəz də belə o ailədə heç olmasa alıb gətirib. Necə? Siz istəmədiniz. O alıb gətirib sizə. Yox, bir dəfə o mənə hədiyyə aldı. Doğrusu bəyənmədim. Bax bu şey Ondan də sonra, doğrudur. ondan sonra dedim mən sənə hədiyyə almayacağam. Biz elə də razılaşdıq. Mənim qaynanam rəhmətli deyərdi ki, Zövqlərimiz kişi eyni deyil. alan balaca bir şey qadın böyüdüb bir dənə dağ boyda Bəli. eləyirsə, Anam da kişi anladı məni. həvəslənir, o yoldaş həvəslənir, ondan da gələn il artığını eləyir. Cavab Bəyənmədim Anam sözün da kişiyə anladı, demək vallahi olmaz. da anladı. Neçə yaşınız var idi? Necə? Neçə yaşınız vardı o həyat yoldaşınızın sizə aldığı hədiyyəni bəyənməyib onun üzünə vurduğunuzda? Cavan idim də başa düşmədim. Başa Anamın düşmədim. yanında Anladım. dedim. Anam dedi ki, Olmaz sən ya. atondan yəni ki, çox skromlu kişi olub da vəzifələrdə. Aha, ciddi adam O olub. gələnəcə çayını da soydurdu ki, bu tez gedəcək iş dalınca olan adamdır. Deyirdi ki, biz onun bütün kaprizlərinə dözmüşük, heç vaxt da olmamışıq. İndi sənə bir hədiyyə alıb niyə bəyənməmisən? Bundan sonra dərs olsun sənə. Daha Kişi hədiyyə nə alsa, görməyəcəksən. al at bəyənməsən də. Valla ondan sonra heç nə almadım. Əziz xanımlar, nə badə Onu kişinin kişinin xətrinə xanım alıb bəyən. gətirdiyi hədiyyə deyəsiniz ki, bəyənmədim. Görüb görəcəyiniz o olacaq. Deyin gözəldir. Bəyənməsəz də gələn dəfə ondan yaxşısını hədiyyə eləyə Nə etsinlər? Məsləhət ver, Misal tövsiyə üçün belə ver. deyim də. Deyək ki, aldı gətirdi, bəyənmədi. Nə etsin? Aha, yox. Bir hədiyyə alırsınızsa, əgər bəy alırsa xanıma bir hədiyyəni, xanım bəyənməsə də onu bəyənmiş kimi göstərməlidir. Ən azından oğlan bir kişi kimi psixologiyasından deyirəm ki, yəni xətrinə dəyir və sonra nəsə hədiyyə almaq istəmir. Ürəyindən gəlmir. Amma xanım onu bəyənməsə də bəyənmiş kimi göstərsə, gələn dəfə ondan yaxşı hədiyyə ona təqdim eləyə bilər. Demək ki, yavaş-yavaş əziz düzəldə bilər də. xanımlarımız, biz həm də xanım olaraq bir balaca aktyorluğumuz da olmalıdır. Bir balaca O oynamağı da vacib bir bacarmalıyıq, nüansdır hə? ailəçilikdə, Oynamalıyıq. bəli, Aha. istər münasibət olduğum bir bəyləmi, ailəlikdəmi, qadın ümumiyyətlə aktyor olmalıdır. Rola girməlidir. Rola girməlidir. Kişi evə girəndə, bax mən bunu Rola becə girməlidir, demirəm. hə? Bizim 10 milyondan artıq belə deyək, baxıcılarımız var da, yəni məni tanıyanlar Bəli, çoxdur. izləyicilərimiz də. Ailə həyatımı biliblər necə olur. Yəni efirdə deyirlər, yalandan niyə orada başlayır danışmağa? Ümumiyyətlə ailənin, kişinin belə deyək də, hər bir əlində gətirdiyi, bax balaca bir sumkanı xanım əgər dəyərləndirirsə, inanın o ailədən fundamenti belə deyək də bərk olan ailə ola bilməz. Bərəkəti, ruzisi də Bərəkət, artır. ruzi. Bax, inanın Kişi mənə, fərəhlənir bu də. günləri iş xanımıyıq, qazanırıq. Hər bir xeyrimizə, Allah şər göstərməsin bizlərə. Hər bir işlərə gedirik. İnanın ki, bin bərəkət yoxdur. Çünki bilirsiniz nədə? O qapıdan kişi əlində bir də çörək alıb gəlməyi, onun milyon qiyməti var. Düzdür, Mən düzdür. bunu danışıram ona görə ki, mən rəhmətə gedib yoldaşım. Amma inanıram ki, mənim yoldaşım sağ olsaydı, mənim o ailəyə olan qayğım, bax, televizor tamaşaçıları qarşısında deyirəm, mənə tanı, hədsiz dərəcədə kişinin başına tac qoymaq bərabərində idi. Bilirsiniz? Ona görə də axıracan sevilmişəm. Mənə diqqət göstərilib bir ailə kimi. Hər dəfə də padarkalarım, hədiyyələrim bax belə düzülüb, Bahalı gülüm olub qarşı. hədiyyələr. Əlbəttə, əlbəttə. Hər kişi də Bəli. elə olmur. Kişi var evə arxadır, dayaqdır. Kişi var evə fəlakətdir, faciədir. Kişi var ki, oturur uşaq, ana onu gözləyir ki, ay aman niyə gəldi, dəqiqə gəlmədi, zəng vururlar. Amma kişi də var ki, ata var, uşaqlar ay mama vaxtı çatıb gəlir indi. Uşaq dərd alır uşağa ki, gələn kimi qıracaq, batıracaq, bu da var. Mən bütün evlərə, bütün qadınlara möhtəşəm ər, bütün övladlara möhtəşəm ata arzulayıram. Ay atalar, qadınları, uşaqlarınıza yazığınız gəlsin ilk növbədə. Qadınlarınızı gözəl, qadın evin gülüdür. Gözəl suluyun ki, o da açılsın, sizə bir gözəl bir ətir saçsın. Yoxsa sən qadına nə lazımsız çərçivədən, etikadan kənar davrananda, valla sən işdən də qaydın, o qadının alnını bükük görəcəksən, qaşqabaqlı görəcəksən. Sən qadını qapıdan çıxanda qəşəng sözlərlə de, çıx, qaydanda valla o qadının da ürəyi açılacaq. Sən
qaydanda qadın da rola girəcək. Aha, Vallahi, en gözəl paltarları giyəcək. Mən qadınlara bir məsləhət verərəm. Bilir, məni də bilənlər bilir, tanıyanlar tanıyır. Mən Ürəklər deyirəm açıldı ki, bugün burada yox, bunlar. Bəlkə də Azərbaycanda ikinci mənim kimi uşaqlarının atasına qulluq eləyən qadın bəlkə də yoxdur. Elə order veriləsi bir xanımam. Amma nəyi var? Kişiyə qulluq məsələm nədir? 3 dənəsini deyin görüm. Kişiyə qulluq. Xoşuna gəlir. Hədə hə. Kişiyə qulluq, kişi bax Biz, ilk öncədən kişi qapıdan içəri girən kimi uşaqları örgədib onun üstünə hamınız bir nəfər kimi qaçmalısınız ki, evimizin əzizi gəldi. Mənim yoldaşım Allah rəhmət eləsin deyək, o mağazinə belə gedirdi, evdən 5 dəqiqəyə gedib çörək almağa. Qaydanda mən onun qarşısına elə qaçdım, elə Moskvadan gəlibdi. Bax bu vəziyyətdə. Yəni onu evdə acına bizim televizorun puntu onun əlində olubdu. Heç kəsin ixtiyarı olmayıbdı ki, yəni bu şəraiti mən yaratmamışam. Yəni televizorun pultu kişidə olmalıdır. Bəli, hər şey. Yox, yəni Nuranə xanım hər bir şey. Bilirsiniz necədir? Yox, bax mən şahıdır. Ailənin pultu da kişidədir. Mənim evimdə ən əziz qonağım belə olsa, birinci yemək mənim yoldaşımın qabağına çəkilibdir. Qonağı yox yoldaşınızı süfrədə. Belə olub, bəli. Məncə Azərbaycan ailələrində belə deyil. Axı birinci qonağa çəkirlər yeməyi. Birinci yoldaşıma çəkmişəm ən gözəl yerini, sonra qonağıma çəkmişəm. Axı birinci qonaq biz həmişə görmüşük ki, birinci qonağa. Çünki uşaqlarım oturub bu süfrədə, uşaqlar bilməlidir ki, öncə atadır, sonra kənardakılar. Yox, uşaqla ata başqayı, qonaq olanda birinci qonağa çəkirlər. Mən şəxsən belə eləmişəm. İndi kim necə eləyər? Yaxşı, Jalə xanım, qonağın da qarşısında birinci həyat yoldaşınıza pay çəkib, onu daha da rövnəqləndirmişsiniz. Onun deyir o geri dönüşünü almışsınızmı? Geri dönüş almamışam. Mükafatlandırıb mı sizi? Bilənlər bilir ki, bilənlər bilir ki, necə deyim? Almayıb. Biz müharibə şəraitini, yəni o 44 günlük müharibəni bizim gənclər getdi Qarabağda yaşadı, gəldi. Biz mütəmadi olaraq bizim evdə yaşamışıq. Əsirlik, erməni əsirliyini görmüş, çıxmış bir ailəyik. Sadəcə bunu deyə bilərəm. Yəni bu bizim ekspertimizin sizin qarşınızda bir etirafı idi əziz tamaşaçılarımız. Hər qadın da yəni, bu çox etirafı... əzizdədim, amma... Çox əzizdədim, amma... Dəyər görmədim. Qarşılığını görmədim. Hər bir dəyər görməyən halda qadın əzimkardır. Ailənin bütövlüyü üçün, mən bunu yuxarıdan, boğazdan yuxarı demirəm, çalışmalıdır ki, kişini də yola gətirib, pambıqla baş kəsib ailənin bütövlüyünü saxlasın. Qormalıdır, hə? Bu fikirdən razı deyiləm. Elə kişilər var ki, onu heç cür islah eləyə. Zulona var. Əli baltalı kişini, əli baltalı kişini heç yox, kəs... var, mən demədim, hamını qatmışam. Jalə xanım düz deyir. Mən Jalə xanım, kişini nə qədər əzizləyirsən, elə deyir ki, belə də olmalıdır. Günah kimdədir? Mən Xanımlarda. bir açıqlama da verim sizə. Kəskin açıqlama vermə, evə gedəcəksən. Nə qədər ki, qabağına qaçdıq, bizi sürütlədilər. Amma bugünkü gündə heç saymırıq, arxamıza qaçırlar. Verilişdən sonra evə qayıdacaqsınız. Belə, davam edirik, əziz tamaşaçılarımız. Bizim bir dəyərli qonağımız da gəlib, məmnuniyyətlə onu dəvət etmək istəyirəm. İradə xanım Hacıyeva, bizim dəyərli akademikimiz, xoş gəlib, səfa gətirib bu bayram günündə bizi rövnəqləndirib. İradə xanım, buyurun mənim əzizim, buyurun, keçin, əyləşin, xoş gəlmişsiniz. İradə xanımın əziz tamaşaçılarımız sadəcə olaraq, çox demirəm, bir neçə titulunu buradan səsləndirmək istəyirəm. Çünki mən bu Azərbaycan xanımlarının titullarını səsləndirdikcə, həqiqətən özüm də fərəhlənirəm. Çünki bir Azərbaycan xanımından danışırıq. Vatikan Bonifasiya Akademiyasının fəxri akademiki, Avropa Təbiət Elmləri Akademiyasının fəxri akademiki, Amerika York Universitetinin tibb elmləri üzrə fəlsəfə doktoru, İngiltərə Oxford Akademik İttifaqının fəxri professoru, Türkiyə onurğa xəstəlikləri uzmanı, Fransa komplementar tibb professoru, Rusiya Federasiyasının alternativ təbabət professoru, Ümumdünya Səhiyyəsinin aparıcı mütəxəssisliyi saymaqla qurtarmaq bitmir. Gəlin alqışlayaq bizim dəyərli ziyalımızı. İradə xanım, xoş gəlmişsiniz, mənim əzizim. Mikrofonu götürün zəhmət olmasa. Necəsiz İradə xanım? Bəli. Bilirsiniz, biraz gəlmək çətin oldu. Çox bir çətin oldu. Bir balaca bugün tıxaclar olub şəhərdə. Tıxaclar oldu, hə. Yəqin bütün bəylər xanıma hədiyyə axtarır. Üzr istəyirəm hamınızdan gecikməyimə görə. Amma gördüm mövzu... Xanımlardan danışırıq. Mövzunu dinlədim. Bilirsiniz, mən fürsətdən istifadə edib bütün Azərbaycan xanımlarını, qızlarını, Azərbaycandan kənarda yaşayan
Bəli. bütün Azərbaycan xanımlarının hamısını, vətəndən qıraqda olanların Bəli. hamısını 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirəm. Onların hər birinə uzun ömür, can sağlığı arzulayıram. Harda olsalar onların da ürəyi bizlə Bəli. döyünür. Ona görə də söhbəti mən biraz dinlədim. Ailənin təməli qadındadır. Qadındadır. Ancaq qadında. Qadın istəsə həyat yoldaşını rəzil eləyər, istəsə vəzir eləyər. Nə gözəl Yəni sözdür. mənim fikrim budur. Yox, üzr istəyirəm, siz danışarsınız, yaxşımı? Ürəyiniz nə istəyir deyərsiniz. Bilirsiniz, ailə həyatı elə bir şeydir ki, elə bir dövlət qurumudur ki, Bəli. elə bir dövlət bir qurumudur. Ailə sağlam olacaqsa, Bəli. qarşılıqlı hörmət, üzr istəyirəm ifadəmə görə, sevgi bir bulut kimi bir şeydir. Sevgi hörmətsizlik olanda yoxa çıxır. Nə gözəl sözdür. Gərək Bəli. sevgini qorumaq üçün daimi qarşılıqlı hörmət olsun. Bu qarşılıqlı hörmət olacaqsa, ailə duracaq. Qarşılıqlı hörmət olmayacaqsa, ailə dura bilməz. Və bu qurumu, bu dövləti, ailə adlı dövləti qadın qorumalıdır. Qadın qoruyucudur. Bəli. Qadın qorumalıdır. Onun büdcəsini də, Bəli. onun iqtisadi vəziyyətini də, onun hörmətini də, məsələn, qadın həyat yoldaşı gələndə ayağa duracaqsa, uşaqlar da duracaq. Bəli. Qadın hörmət qoyacaqsa, uşaqlar da hörmət qoyacaq. Qadın tək başına ailəni bir tərəfə çıxartmaq qüdrətində deyil. Tək başına, tək başına çox çətindir. Yox, mən üzr istəyirəm, mən ümumilikdə deyirəm. Kişilər hamısı bir olmur, xanımlar hamısı bir olmur. Çox çətindir idarə eləmək. Amma güzəştə getməlidir. Hamımız bilirik ki, kişilərin mənfuqsiyyəti qadınlardan çoxdur. Bəli, gözəl kəlamdır. Kişilərin mənfuqsiyyəti qadınlarda çoxdur. Mən onları bir-bir saymaq istəmirəm. Bəli. Ancaq 5 dənə mənfuqsiyyətləri var. Qadın o 5 mənfuqsiyyət ola bilər ki, bir kişidə bu 5 mənfuqsiyyətin hamısı olsun. Ola bilər ki, bir dənəsi, 2 dənəsi olsun. Güzəştə getmək. Güzəştə getmək. Qadına Hər düşür. qadın da onu Ailəni saxlamaq qadına düşür. Ailəni dağıtmağa nə var ki? Birdən də sual verin. Bax bunu biz Professor, hər qadın da ailəni dağıtmaq çox İndi asandır. sizə bir sual verim. Yaxşı, bax bir qadın bir mükəmməl qadındır. Övladlarını sevir, özünə baxır, yoldaşını sevir, evinə baxır. Yoxdan hər bir şey yaradıb tökür təyamlardan. Hər şey düzəldir. Amma baxırsınız bir dənə soğan, bir kartofda, amma elə gözəl bir nəsə onu qatıb düzəlib bişirib ki, amma qadın var evində 5 kilo əti var, heç nə hazırlayıb qoya bilmir. Kişi işdən gəlir və qadın da uşaqlarını səliqəli şəkildə atanın qarşısına düzür, görüşün, atanız gəlibdir. Hamı atanın qarşısına təzim edir, sanki belə. Ata evə girir, nə bilim, qavlama getdi həyətin ortasına, televizora bir yumruq. Və o ailəni necə o qadın deyirsiniz ki, yəni qadın necə yola gətirmək olar? Onda demək ki, onun psixoloji problemi var da insanın, hə? Onun psixi problemi var. Yəni yox, deyirsiniz qadınlar düzü qadın ən əsas qadındır, söhbət yox. Məsələn, kişi xeylağa əgər çöldə işləyirsə, istər-istəməz yüklənir, aqressiv vəziyyətdə evə gəlirsə, qadın da qapıdan girən kimi ki, sənin anan belə elədi, bacın elə elədi, bu belə oldu, oğlum bu. Əlbəttə kişinin dəlilik saldan. Amma sənin evində yaxşı bir xanımın varsa, hətta kənar qonşuların belə həsrət apardığı ki, keşkə bir gözümüz kör olaydı, qapımızda elə bir qadınımız olaydı, dediyim bir qadını sən evə çatan kimi sürüyürsənsə, sən pəncərələri sındırırsan da, bir əlində bıçaq, bir əlində balta, uşaq şkafda gizlənirsə, yəni məcazi mənada söylüyor. Səni evdən, ailədən həmən vəziyyətdə ayırmaq üçün qapaq, polis, skoru, hətta fövqala gəlirsə, bu necə ailə olur? Ondakı qadın deyil. Demək ki, orada ailədən söhbət getmir də, ailədən söhbət getmir. Ailəni dağıtmaq lazımdır, bəli. Buyurun, İradə xanım, professor cavablandırsın. Mən ümumilikdə bugün bütün qadınlara onu arzuluyuram ki, 64 yaşda onların həyat yoldaşı, 64 yaşım var, həyat yoldaşım, üzr istəyirəm böyüklərimdən. Allah can sağlığı versin, Səhər əlimə salamlar. tezdən o qədər gül göndərib ki, mən işdən çıxıb bura güclə çatdım. Düzdürmü?
Mən bütün qadınlara o cür həyat yoldaşı arzulayıram. Efir qarşısında oturub indi də məni dinləyir. Biz də Mən bu dəstəkləyirik. işin sonu, mən bunu arzulayıram. Sağ olsun Bu elə kişilər. əgər verilişin sonunda sabah 6-cı gündür mən özümü onun yanına çatdıra biləcəmsə, düzdürmü? Mən hər şeyi stolun üstündə görəcəm. Yeməyi də, gülü də, kompotu da. Bunu eləmək lazımdır. Bəs mən deyirəm, Xanımlara kişilər hamısı bir tövsiyəsidir olmur. bu. Bəs mən Dəyərli onu deyirəm. professor Mən xanımlara ümumilikdə tövsiyəsidir. bütün qadınlara tövsiyəmdir ki, sənindir, o sənindir. Sən özünün halalığı heç kimə vermə. O kişinin də bir zəif damarı var. Onu tap. Tapmaq lazımdır ki, bu kişinin nədir problemi? nədir? İstəyi Nədir nədir? bunun problemi? Çıxış yolunu tapmaq əgər lazımdır. rastladım, Çıxış yolu. çıxış yolu nə deməkdir? Aha. Əgər qadın tələbxəşdirsə, Bəli. dayandır onu. Sən kişinin büdcəsinə bax. Bax gör ki, sənin limitin nə qədərdir, nə qədər xərcləyə bilərsən, ondan artığa keçəcəksən. Kişinin başına bir qazan qaynar su töysən ondan yaxşıdır. Bax, Çünki, bilirsiniz, bax, bizim professor deyir, çox üzr istəyirəm. Mən nə bir üçün söz deyirəm deyəcəm. bunu? Çünki Tamam. qadınların tələbatları imkanlarından qat-qat artıqdır. Bugünkü Nəyimiz var qadınları. idi? Orta məktəbi Bugünkü qadınlar, bugünkü qadınlar. Çox üzr istəyirəm. Mən sizə bir söz desin. deyim. Bax bilirsiniz Oya necədir? xanım yaxşı Həmişə danışır. 50-dən 90% belə olur. İş gəlməyən, ev işi heç nəyi bacarmayan qadının qarşısına çox mükəmməl bir kişi çıxır. Onu Allah tal eləyir. Çünki bilir ki, o qadın təhlidə heç nə yarada bilməyəcək. Elə qoy bu kişi onun Bax, üstünə hələ bir gəlin, örtü bizim bu olsun. gözəl professorumuz. Amma yaxşı qadınları Görün. Allah tala bilir ki, o tək də qalsa, hər bir şeyin öhdəsindən gəlir deyənə o qadının qarşısına Mən o titulların bir qismini saydım. Sizin bu titulların qarşısında aydın məsələdir ki, mənim də 40-dan artıq titulum var. Amma sizin bu yerə gəlib çıxmağınızda Allah sizə ömür versin. O sizin yoldaşınızın dəstəyi olmasaydı ailəçilikdə, Sözsüz. siz gəlib bura çıxa bilməzdiniz. Demək biz burada bir-birimizə sizin kömək ailədə eləmişik. qarşılıqlıq olur. Belə, bax beləcə. Amma o xanım deyən kimi elə kişilər var ki, deyir mən sən karyera net deyirəm, Üstündən xətt stop çəkirəm, qoyur bəli. üstünə. Amma belə bizim istedadlı xanımlarımız qabağa gedə bilmir. Niyə? Ailə ucbatından. Bu günləri o xanım deyir ki, sabah mən gedəcəm, hər şeyi stolun üstündə görəcəm. Amma onun qarşılıqlı olmasa bu xanım bu yerə gəlib çıxardı mı? Şahanə xanım, son bir neçə ildə azmıdırmı bizim o qədər həkim qadınlarımız, vəzifədə oturan qadınlarımız kişilər tərəfindən qətlə yetirildi. Yetərincə də tanınmış simalar, düzdürmü? Öz ərləri tərəfindən öldürüldü. Bilmirəm, mən bu gün binadan kişilərin atıldı. müdafiəsinə duracam. Allah tala heç bir qadını mərdimazar kişiyə rast gətirməsin. Biz deyirik evi quran qadındır. Evi quran qadın deyil. Bugün bayramdır. Bugün bayramdır. Evi quran kişi də əziz kişilər, çalışın ev qurun, çalışın övladlarınızın gələcəyi üçün. Xanımların qədrini bilin. Qadınlarınızı xoşbəxt yaşadın ki, xoşbəxtlik pul para deyil. Çox doğru. Pula paraya qalsa Reklamlara pulun da ayrılaq, var, paran da reklamlardan var. sonra davam eləyəcəyik tamaşaçılarımız. Biri var hayatımın mənası, mənası. Biri var yüreğimin yarısı, yarısı.
Təşəkkürlər, Bütün əziz xanımlar, xanımlar, xoşbəxt gözəl olsunlar. xanımlar. Azərbaycanın gül üzlü, nur üzlü xanımları, mən hər birinizə arzu edirəm ki, Mənsurə xanımın dediyi kimi, bax o, biri var edir, ürəyinizin yarısı. Hər bir xanımın o ürəyinin yarısı olan bəyi olsun yanında. Fədakarlığınızı da ona göstərin, sevginizi də ona göstərin, ilginizi də ona göstərin. Yeri gələndə, belə necə deyim, qurban olmağı da bacarın. Amma bilin ki, o da yeri gələndə sizin üçün dünyaları fəth eləməyi bacaran bir kişidir. Mən bütün xanımlara bunu arzu edirəm. Çalışsın ki, bacarsın. Bəli, çalışsın ki, bacarsın. Eləsin. Biz nəyi təbliğ edirik, mənim əzizlərim? Biz onu təbliğ edirik ki, Azərbaycan ailəsi necə ki, qədimdən bugünə qədər dünya ailələri içərisində öz mental dəyərlərini qoruyan bir ailə olaraq qalıb, Azərbaycan ailəsi bir dünyada nümunəvi ailə simvolunu, rəmzini qoruyub saxlayıb, bundan sonra gələn ailələrimiz də, gənclərimiz də bunu qoruyub saxlaya bilsinlər. Düzdür, professor? Professorun atası, Allah qəni-qəni rəhmət eləsin, Şəmkir bölgəsidir də, Gülmalı müəllim. Gülmalı müəllim çox dəyərli bir insan olub. Orta məktəb müəllimi olub, amma şəxsiyyət olub. Məsələn, bugün dünyaca məşhur olan bizim alimimiz var, Paşa Qəlbunur. Paşa Qəlbunur vaxtilə onun şagirdi olub. Sinifdə ona dərs deyib. Onun həyat yoldaşı da, yəni professorun anası da məktəbdə müəllimi olub. Sadə müəllim olublar. Amma dünya boyda atsanlar olub. Bilirsiniz necə? Bir-birinə dəyər veriblər. Bir gün tapıblar, bir gün tapmayıblar. Belə deyim də, ultra yaşamayıblar. Ortama bir Azərbaycan ailəsi olublar Sovet dönəmində. Amma o sevgini necə qoruyublar? Yerişindən bir-birini başa düşürdülər. Görürsünüz? Yerişindən danışmaq yox. Yerişindən anam deyirdi ki, kişiyə nəsə olubdu. Kişiyə nəsə olub. Bax, bunu bilmək lazımdır. İnsanlar nə vaxt səslərini yüksəldirlər? O vaxt ki, artıq bir-birini başa düşmürlər. İnsanlar bir-birini yerişindən başa düşməlidirlər. Baxışından. Baxışından, danışmadan belə başa düşməlidirlər. Bəli. Bax, biz bunu aşılamalıyıq gənclərimizə. Uşaqlar da xoşbəxt olur. Bir də Nurayna xanım, nədir problem? İnsan hansı yaşda ailə qursun, fərq eləməz. Bəli. 30 yaşında da, 25 yaşında da, 17-18 yaşında da hər bir adaptasiya üçün 3 il, 5 il, 7 il vaxt keçəcək. Çətinliklər olacaq. Xəsiyyət uyğun gələnə qədər. Amma ondan sonra həyatın sonuna qədər kəpəyi mişarlamaq lazım deyil. Nəyi mişarlamaq? Kəpəyi. Ayda, nə gözəl sözdür. Kəpəyi mişarlamaq. Yəni, insanın əlinə heç nə gəlmir. Filan vaxt filan oldu, filan vaxt filan oldu. Qalan ömrü də yoxa çıxır. Mən bəzən elə fikirləşirəm ki, həyatın o vaxtını mən yaşamamışam. 85-ci ildə qırmızı diplomla institutu qutardım, təyinatla getdim, ailə qurdum, kirədə də qaldım. Düzdürmü? Çətinliklər də gördüm. Çətinliklər də gördüm, nasaz da oldum. Amma indi durub bugünkü gündə mən onları qaba qoyub, səhər axşam ortaya qoysam, yəni bir şey bilirik. Ürək bulandırar. Allah bağışlayandır. İnsan da bağışlamalıdır. Qızıl kimi sözlərdir. Bir də bağışlamalıdır. Çətinliyi keçməlisən. Amma onu keçəcəksən. O kirada yaşamalısan. Nə vaxt keçirsən, keçəcəksən. Birdən-birə nəsə hazır olanda dadı duz olmur. Dadı duzu olmur. Dadlı duzlu hədiyyələrimiz gələcək bugün studiyamıza. Mənə dedilər ki, redaktorumuz söylədi ki, ev tikinti şirkəti bizim Gülnaz xanımımıza, rəhbərlərinə deyəsəm gül buketi göndəriblər. Təşəkkürümü bildirirəm, təşəkkürlər. Gülnaz xanım, gülləri deyəsəm sizin işçiləriniz göndəriblər sizə. Nə gözəl güllərdir. Təbrik edirlər sizi, ürəkdən təbrik edirlər. Təşəkkür edirəm ev tikinti qrupuna. Uğurlar arzulayıram bir rəhbər kimi hər bir işçilərə. Görürsünüz, sizə dəyər verirlər. Çox sağ olsunlar, təşəkkür edirəm. Yəni, efirdə olduğumu biliblər.
Bir daha təşəkkür edirəm kollektivə. Biz də təşəkkür Sağ ol. edirik. Qadınları sevindirmək lazımdır və əziz xanımlarımız, bizim dəyərli qonaqlarımız. Bella bilirsiniz ki, bir brend olaraq hər zaman Azərbaycan xanımlarının yanındadır və bütün gün ərzində 24 saat boyunca Azərbaycan xanımları Bella'dan istifadə edirlər. Yəni Bella'sız günümüz olmasın. Bugün də mənim əzizlərim Bella bizim xanımlarımıza gözəl hədiyyələr gətirib. O hədiyyələri şəxsən xanımlarımıza təqdim etmək istəyirəm. Əziz xanımlarımız, Bella'nın bu gözəl hədiyyələri sizlər üçündür. Bayramınızı təbrik edir ürəkdən Bella. Bayramınız mübarək olsun. Bayramınız mübarək olsun. Neçə belə gözəl bayramlar. Bayramınız mübarək olsun mənim əzizlərim. Və bizim yenə hədiyyələrimiz var, əziz tamaşaçılarımız. O hədiyyələrimiz də Dilbər xanımdandır. Çox gözəl ətirlərlə Dilbər xanım buyursun studiyamıza. Xoş gəlib, səfa gətirib və gözəl ətirlərini, gözəl hədiyyələrini bizim qonaqlarımıza şəxsən özü təqdim etsin. Xoş gəldiniz, xoş gəldiniz. Bayramınız mübarək, bayramınız mübarək olsun. Bəh. Nə gözəl hədiyyələr, nə gözəl ətirlər. Ah, bəh. Təşəkkürlər bu gözəl ətirlər üçün. Bugün əziz tamaşaçılarımız nə gözəl, hamı bir-birinə hədiyyə verir. Təşəkkürlər. Əziz xanımlarımız, Dilbər xanım təşəkkür edirəm. Buyurun gəlin mənim əzizim, buyurun gəlin əyləşin. Hədiyyənin böyüyü kiçiyi olmaz, əziz tamaşaçılarımız. Amma sizə deyim ki, mən özüm də hədiyyə almağı sevirəm. İnanmıram elə bir Azərbaycan xanımı olsun ki, o hədiyyə almağı sevməsin. Var elə bir adam. Hamı sevir. Hamı sevir. Bəli, mikrofonla. Özü də necədirsə mənim əzizlərim. Hədiyyəni alan kimi, bilmirəm bu təkcə məndə var, yoxsa bütün xanımlarda var. Açıb içinə baxmaq istəyirəm. O ad günü olur, adama gətirib hədiyyə verirlər. Sonra o qonaqlar ki, gedəndən sonra yığışırsan. Onun bir başqa ləzzəti var da, o hədiyyələri açıb baxmağın. Bir açıb baxmağın. Yəni dəyəri nə olur olsun, o ləzzət eləyir, o proses özü çox gözəl belə aura bağışlayır adama. Elə bil ki, sanki cavanlaşırsan. Bəli, Gülnaz xanım, evinizdə bir gözəl tədbir təşkil edirsiniz, gəlirik ora. Sizə çoxlu hədiyyə gətirirlər. Hədiyyələri sizdən özüm açacağım. Vəssalam. Bax, Nurayna xanım bizdə qonaq olub, bilir ki, mən çox qonaqpərvər insanam. Mən hələ bax, burada oturanların hamısın bizim evə bağa dəvət edirəm. Gözəl. İnşallah ad günümdə, aprelin 1-də. Onda hədiyyələri Aprelin 1 Allah'tı günü də. Bir də zarafat edərsiniz. Gülüş günü anadan olmuşam, bu mən günahım deyil. Aldadırsınız bizi. Görürsünüz. Bizim deyəsə yenə hədiyyələrimiz var. Hədiyyələrimiz sizin üçündür hədiyyələrimiz. Gəlsin bizim hədiyyəmiz. Gülnaz xanımadır hədiyyəmiz. Deyəsən bu hədiyyəmiz də sizin üçündür. Buyurun. Bugün deyəsən canlı efirdən biliblər ki, siz buradasınız. Bir-birinin ardınca sizə hədiyyələr göndərirlər. Gənc qalib idmançılar adından Gülnaz Ələkbərova. Çox sağ olsunlar mənim idmançılarım. Bildiyiniz kimi mən Gənclər İdman Nazirliyinin VKT növləri üzrə Karate Federasiyasının vitse-prezidentiyəm. Bir neçə dəfə Avropa çempionatından gənclərlə neçə qızıl medallar gətirmişik. Bizim studiyamızda da uşaqlar qonaq olublar. Bəli, o uşaqlar ki, mənə bu hədiyyəni göndərib, mən təşəkkür edirəm. Çünki onlarla mən yol çıxanda, orada qayğılarını çəkmişəm. Bax, bu günləri dəyər budur. Bəli. Baxmayaraq ki, nədir burada o verdiyi hədiyyələr, mənim üçün dünyalardır bu. Çox sağ olsunlar, təşəkkür edirəm gənc idmançılarıma. Gəncləri öyrətmək lazımdır. Hədiyyə vermək xüsusi bir bacarıqdır, əziz tamaşaçılarımız. Bunu öyrənmək lazımdır. Və xüsusi bir mədəniyyətdir. Və bu arada, hörmətli professor, mənim sizdən bir xahişim var. Diqqətinizə çatdırım ki, bizim dəyərli professorumuz klinikasında, yəni rəhbərlik etdiyi vertebra onurğa mərkəzində ilin 365 günü deyərdim ki, hədiyyə edir. Nədir onun hədiyyəsi? Xüsusilə qəhrəman şəhidlərimizin ailələrinə, qəhrəman qazilərimizin ailələrinə təmənnasız müayinələr, hətta müalicələr. Biz bilirik ki, hər birimiz müalicələr, xüsusi belə deyim də, xərclər lazımdır müalicəni həyata keçirmək üçün. Amma illərdir ki,
bizim dəyərli professorumuz bunu özü ürəyindən gəldiyi üçün Azərbaycan xalqına bunu edir. Bax, sizin hədiyyəniz budur, professor. Siz özünüz boyda bizim üçün bir hədiyyəsiz, bilirsiniz onu? Azərbaycan xalqı üçün. Siz bu qədər insanlara dəyər verirsiniz, bu qədər insanlara xeyirxahlıq edirsiniz. Xüsusilə az təminatlı ailələrdən şəxsən mən, əziz tamaşaçılarımız, dəfələrlə və bu illər uzunu davam edir. Dəfələrlə Vertebra Onurğa Tibb Mərkəzinə insanları göndərmişəm, az təminatlı ailələr. İnandırım sizə ki, heç professora imkanım olmayıb zəng eləyib deməyə. Demişəm ki, resepsiyona yaxınlaş, de ki, Nuranə göndərib. O insanı necə qarşılayıblar? Şəxsən professor özü, onun orada həkimləri var, böyük kollektivdir. Deyə bilər ki, həkimlər müayinə etsinlər. Düzdürmü Mənzurə xanım? Şəxsən özü müayinə edib. Bir professor müayinəsinə getmək hər birimiz bilirik də, hə? Vaxtı olmur heç müayinə etməyə. Amma onun sadəliyi, onun təvazökarlığı nə qədər böyük insandır, bir o qədər də sadədir. Mən sizin kimi adam tanımıram, görməmişəm. Çox sağ olun, çox sağ olun. Çox sağ olun. Xanımın ürəyi elə öz necə deyim, Simasındadır. Həqiqətən də Allah nur sizi yağır qorusun. insanın. Allah sizi qorusun. Azərbaycan olun, qadınları ilə çox sağ fəxr olun. edirik. Nurayın xanım, mən bugün üzümü tuturam qadınlarımıza, fədakar qadınlarımıza, qəhrəman qadınlarımıza, ailəsini bərk tutub, ailəsini bir tərəfə çıxardan qadınlarımıza və onlara bir tövsiyəm var. Yəni bir həkim kimi tövsiyəm var. 40 yaşı keçəndən sonra mütləq 3 ildən bir densitometriyadan müayinəsindən keçsinlər. Densitometriya müayinəsindən. Çünki xanımlar klimaks dövründən sonra lap tez başladı, gec başladı, fərqi yoxdur. 40 yaşından sonra sümük sıxlığı azalır. Sümük sıxlığı azalır deyə onlar osteopeniya mərhələsində sümük sıxlığını yaxalasınlar. Onu osteoporoza keçməyə qoymasınlar. Sümüklər kövrəkləşməsin. Kövrəkləşməsin. Yəni bütün dünya qadınları, yəni Avropa tərəf, Amerika tərəf, Avropa tərəf, İngiltərə tərəf, bunlar densitometriyadan vaxtında keçirlər və özlərində aşkarlayırlar ki, sümük sıxlığı azalıbdımı, onu təyin eləyib vaxtın 80 yaşdan sonra onlar dünya turuna çıxırlar. Bizim 80 yaşlı xanımlarımız dizləri də, beli də, kürəyi də o qədər ağrıyır ki, qoluna girib buradan ora otuzdururlar, oradan bura. Əgər densitometriyadan 3 ildən bir, heç olmasa 5 ildən bir özləri gedib yoxlatsalar, vaxtında onun qabağını almış olacaqlar və sümük sınmalarına məruz qalmayacaqlar. 7 fəqərə sınığınla xəstə müraciət eləyir. Qadın. Təsəvvür eləyin, qadın. Qadın. Xaricdən nəvəsi gəlir, qucaqlayır, qabırğaları sınır. O dərəcədə kövrəkləşib sümük. Ayağı bir tinə dəyən kimi falanqalar sınır. Dərman atmaq lazımdır ona görə. Yox, sadəcə olaraq qidalanma müayinədən keçib mərhələsini tutmaq lazımdır ki, mən də osteopeniyadır, osteoporoza keçməyə qoymayım. Onun üçün də dərman, osteopeniyada dərman atmaq lazım deyil. Sadəcə olaraq qidalanmada dəyişiklik olacaq. Qida rasionunda nəyi qəbul eləyəcəksiniz, nəyi yeyəcəksiniz, ona üstünlük verəcəksiniz ki, osteoporoza keçməsin. Osteoporozun 3 mərhələsi var. Yüngül, orta ağır, ağır və sümük sınma riski. Sümük sınma riskinə çatmaq lazım deyil. Yaşlandıqca sümük sıxlığını yoxlayıb, qarın kürək əzəllərini bərkidib, sümük sıxlığını yoxlayıb, son günə qədər qamətimiz düz olsun. Nə gözəl sözlər dedi. Əziz xanımlar, mənə elə gəlir Belimiz ki, bükülməsin. Əl ağacı götürməyək. Bu tövsiyələrini əməl etmək lazımdır. Çox gözəl bir söz dediniz ki, xarici ölkələrdəki yaşlı xanımları, 70-80 yaşında xanımları dünya turuna çıxan görürük. Amma bizim 60 yaşında analarımız tərpətmə məni yerimdən qalxa bilmirəm. Fərqə baxın əziz tamaşaçılarımız. Reklamlara ayrılırıq. Reklamlardan sonra yenə çıxış yolunda görüşəcəyik. Davam edirik, dəyərli
dəyərli xanımlarımız, gözəl xanımlarımız, bizim bir qonağımız da gəlib. Bugün bilmirəm nədəndirsə, hər kəs gecikdi, amma yaxşı ki, gəlib özləri çatdıra bildilər. Ən əsası odur ki, ürəklərindəki o gözəl sözləri sizinlə bölüşməyə vaxt tapa bildilər. Dilbər xanım bizimlə bərabərdir, iş xanımıdır Dilbər xanım. Xoş gəlmişsiniz. Hədiyyələrə görə təşəkkürümüzü bildiririk. Mən təşəkkür edirəm. Öncəliklə üzürlü hesab edin ki, mən gecikdim. Yəni dünyada 8 Martı ən şan-şöhrətli şəkildə qeyd edən ölkələrdən biridir Azərbaycan. Xırda bir çıxış edəcəm, amma Hüseyin Cavidin bir misrası ilə başlamaq istəyirəm. Deyir, sürüklənən bəşəriyyət qadınla yüksələcək. Bugün bütün bəşəriyyətin qurtuluşu əslində qadının əllərindədir. Və Azərbaycan qadını bu qadınlığın ən ali zirvəsində dayanır. Əbəs deyildir ki, Ümumilli lider Heydər Əliyevin imzaladığı Azərbaycan qadının cəmiyyətdə rolunun artırılması ilə bağlı imzaladığı fərmanın artıq 30 ildən çox vaxt keçir. Və bugün Azərbaycan qadını nəinki milli zirvələri, hətta beynəlxalq zirvələri fəth edir. Həm Mehriban xanım, Leyla xanım bunun nümunələridir. Və düşünürəm ki, burada sizin aranızda yer alan, bizim aramızda yer alan xanımlar da o nümunəyə, belə bir nümunəni təşkil edən xanımlardan biridir. Həm verilişiniz üçün təşəkkür eləyirəm, dəvət üçün təşəkkür eləyirəm. Bütün xanımların, şəhid analarımız, şəhid xanımlarımız başda olmaqla bütün xanımların bayramını təbrik edirəm. Bütün xanımların gözlərinin sevincdən yaşardığı, hər zaman xoşbəxt olduğu neçə gözəl bayramlar diləyirəm. Təşəkkür edirəm. Minnətdaram. Təbriklərinizi eşidək, verilişimizin son dəqiqələridir. Buyurun. Mən də bütün Azərbaycan xanımlarını təbrik edirəm və buradan yenə də əmanət olaraq kişilərdən xahiş edirəm ki, əmanətlərinizə gözəl baxın. Gözlərində həmişə gülüş olsun, qəlblərində sevinc olsun, övladlarınızın anasıdır. Həmişə başını uca saxlayın və evinizin gülüdür. Gözəl baxın ki, gözəl də güllər versin. Təşəkkürlər. Buyurun. Buyurun. Mən də öz növbəmdə bütün dünya xalqlarını, qadınlarını təbrik edirəm. Ən başlıca da bizim şəhid analarımızı təbrik edirəm. 4 il mən onların yanında olmuşam. Mən onların acısını, xoş günündə də hər zaman, indi də elə oluram. Onları buradan salamlayıram, bağrıma basıram, öpürəm. Və bütün qadınları, başda Nurani xanım, sizi də hamınızı, burada oturan, əyləşən xanımları da təbrik edirəm. Arzu edirəm ki, heç bir qadının gözündə göz yaşı olmasın. Hər zaman ailə xoşbəxtliyi nəsib olsun. Saadətli, rozulu, bərəkətli günün sahibi olsunlar. Sağ olun. Təşəkkürlər. Buyurun. Mən də qısa danışacağım, verilişin axırına az qalıb. Mən də yəni təbrik elədim Azərbaycan xanımların. Mən bir söz deyirəm, bir kişilərə tövsiyə. Deyirəm ki, bu 8 Martı bir gün düşünməsinlər, ya il ərzində xanıma diqqət göstərmək bacarsınlar və ilk öncə mən şəhid analarımı mən də təbrik eləyirəm. Allah ömür versin. Və mənim ağ saçlı anamı, Şahnaz anamı təbrik eləyirəm ki, çox sağ olun. Sizin ananızı, ağ saçlı ananızı təbrik eləyirəm. Ümumiyyətlə, belə deyək, bəşəriyyəti analar qurub. Bütün anaları təbrik eləyirəm. Təşəkkür. Birinci xanımımızı təbrik eləyirəm. Çünki onların siyasəti uğrunda Azərbaycan yüksəlib. Əllərindən öpürəm hər bir anaların. Təbrik edirəm. Bayramınız mübarək olsun. Təşəkkür. Professor, buyurun. Mən qadın gülərsə ev gülər. Şən olar ev. Qadın Allahın əmanətidir kişiyə. Qadınları həmişə güldürün ki, evinizdə, balalarınız da həyatınız gözəl olsun, eviniz cənnət olsun. İstəsəz o evi cənnətə çevirərsiniz, istəməsəz cəhənnəmə. Siz çalışın ki, qadınlar, kişilər çalışın ki, qadınların üzünü güldürəsiniz ki, ev cənnətə dönsün. Təşəkkürlər, təşəkkürlər. Buyurun. Mən də bütün anaları təbrik eləyirəm, əllərindən öpürəm. Bütün xanımlar xoşbəxt olsun istəyirəm. Təşəkkürlər. Mən də təbrik edirəm burada əyləşən bu gözəl xanımları və eyni zamanda bizi izləyən bütün Azərbaycan xanımlarını ürəkdən təbrik edirəm. Bayramınız mübarək olsun. Mən də bir daha sizin hər birinizi ürəkdən təbrik edirəm, dəyərli xanımlarımız. Ən əsası odur ki, biz sizlər üçün hazırladığımız bu proqramlara xanımlar daha çox seyr edir, xanımlar daha çox baxırlar. Gözünüz MTV Azərbaycanda olsun. Gözəl bir mahnıyla bir daha sizi ürəkdən təbrik edirik.